Mövzumuz atmosferdir. Atmosfer barədə qeyd etdiyimiz kimi ümumi, ətraflı məlumat verəcəyik və biz bilirik ki, atmosfer yerin hava təbəqəsidir. Hava, sfera təbəqə deməkdir. Atmosfer yerin ən üst qatıdır. Atmosfer yerin ən üst qatı olub məhz hava təbəqəsini əhatə edir, əmələ gətirir. Yeri əhatə edən hava, yəni atmosfer qatı, yerlə birgə fırlandığından kütləvi yanğınların qarşısı alınır. Atmosferdə baş verən proseslər canlı aləmin burada yaşamasına şərait yaradır. Gəlin görək, atmosferin əhəmiyyəti nələrdən ibarətdir? Atmosfer yeri əhatə edir və onunla birgə fırlanır. Səsin yayılmasına şərait yaradır. Yadda saxlayın, isti havada səs soyuq havaya nisbətən daha sürətlə yayılır. İsti havada səs sürətlə yayılır, soyuq havada nisbətən zəif yayılır. Atmosfer kosmosdan gələn öldürücü şüalardan qoruyur yer səthini. Atmosfer yerə gələn meteoritlərin qarşısını alır. Bilirik ki, həmin meteoritlər hava ilə sürtünmədən alışıb yanırlar, bəzən çox nadir hallarda yerə düşürlər. Yerdə dəlik yaradırlar və orada su dolanda meteorit mənşəli göllər yaranır. Məsələn, bariz nümunə kimi Estoniya Kala gölünü stat çəkmək olar. Yeri həddən artıq çox qızmaqdan, gecələr çox soyumaqdan qoruyur. Yerə yaxınlaşarkən havanın sıxlığı artır. Nə ilə əlaqədardır? Cazibə qüvvəsi ilə əlaqədardır. Atmosferin tərkibində ən çox qaz azotdur. Sonra oksigendir, karbondur, arqondur, ksenondur, neondur və s. Tərkibi. Hazırda atmosferin alt 90-100 kilometrlik həddə qədər aşağıdakı qazların mexaniki qarışığından ibarətdir. 78,8% azot, 20,94% oksigen, 0,93% arqon, 0,3% karbon və digər ksenondur, neondur və s. Deməli, belə deyirlər də, azot 79%, oksigen 21%, 78% azot, oksigen 21%, digər qazlar da 1%. Arqondur, karbondur və s. Havada oksigenin əsas mənbəyi bitki örtüyüdür. Bitkilər fotosintez prosesində havadakı karbon qazını udurlar, oksigeni qaytarırlar və havada daim su buxarı mövcuddur. Bu su buxarı əsasən atmosferə, okean və dənizlərin səthindən buxarlanma nəticəsində daxil olur. Böyük dövran, kiçik dövran. Atmosferdə xeyli miqdarda toz hissəcikləri də mövcuddur və tozun mənbəyi yer səthindən havaya qalxan bərk hissəciklər, zavod və fabriklər tullantıları, eləcə də avtomobillərdən çıxan qazlar, vulkan püskürməsi və s. Havanın tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduqda, insanda nələr yaranır? Allergiya, asma xəstəlikləri yaranır. Müasir şəhərlər həm də səs-küy ilə çirklənir. Bu isə insanların əsəb sisteminə mənfi təsir göstərir. Ona görə də xüsusən iri şəhərlərdə bağ və ya parklar salınmalıdır. Deməli, biz suburbanizasiya prosesindən danışmışdıq da dərslərimizdə. İnsanlar bu səs-küy ilə əlaqədar, ekoloji çirklənmə ilə əlaqədar neynirlər? Şəhərin mərkəzindən şəhər ətrafı qəsəbələrə köç eləyirlər ki, bu suburbanizasiyadır. Gəlin atmosferin təbəqələrinə baxaq. Yer səthindən yuxarıya doğru təbəqələr belə formalaşır, müəllimlər. Troposfer, stratosfer, mezosfer, termosfer və egzosfer. Yadda saxlayın, atmosferin ən nazik təbəqəsi troposferdir. Ən qalın təbəqəsi egzosferdir, ən sıx təbəqəsi də troposferdir. Troposferin hündürlüyü ekvatorda 18 kilometrdir. Mülayim enliklərdə 10-11 kilometrdir, qütblərdə 8-9 kilometrdir. Və gördüyümüz kimi, ekvatorda daha enlidir. Həm cazibə qüvvəsi ilə əlaqədar, həm də yerin fırlanma sürəti. Biz bilirik ki, yerin fırlanma sürəti ekvatordan qütblərə doğru azalır. Cazibə qüvvəsi ekvatordan qütblərə doğru artır.
Fırlanma sürəti ekvatorda çox olduğuna görə troposferin qalınlığı da ekvatorda çoxdur. Troposfer yerə yaxın olduğuna görə havanın ümumi kütləsinin 80% burada cəmlənibdir və əsas istiliyi yer səthindən alır. Yəni əsas istilik mənbəyi yer səthidir. Niyə görə? Hava şəffaf olduğu üçün günəş şüaları yer səthini qızdırır, rahat keçib. Qızmış hava qalxır, məhz troposfer qızır. Troposferin aşağı qatlardan qızması nəticəsində yuxarıya doğru hava axını əmələ gəlir. Bu zaman su buxarı da yuxarı qalxır, buludlar əmələ gəlir. Atmosferdə olan su buxarının demək olar ki, hamısı troposferdə cəmlənibdir. Bu təbəqədə, yəni troposferdə müxtəlif qaz qarışıqları, tozlar, vulkan püskürmələri, yanğınlar nəticəsində əmələ gələn is, kül, karbon qazı da var. Troposferdən yuxarıda stratosfer qatı yerləşir. 50-55 kilometr hündürlüyə qədərdir. Stratosferdə havanın qalan hissəsi 20% toplanır. Çünki troposferdə 80% toplanırsa, stratosferdə 20% toplanır. Lakin stratosferdə hava çox seyrəkdir. Stratosferdə demək olar ki, su buxarı yoxdur. Nadir hallarda kiçik buz kristallarından ibarət gümüşü buludlar var. Stratosferdə yerdə yaşayan canlıları zərərli şüalardan qoruyan ozon qatı var. Aydındır. Mahiyyəti nədir? Günəşin zərərli şüalarını udur, yer səthinə buraxmır. Və əgər ozon qatı deşilərsə, çox zərifdir. Ozon qatı deşilərsə, çox böyük təhlükələr yaranır. Stratosferdən yuxarıda 50-55 kilometr hündürlükdən 80 kilometr hündürlüyə qədər mezosfer qatı yerləşir. Onu aşağı qatlarında, yəni mezosferdə 20-30 dərəcə Selsi temperatur. Yuxarısında isə -90 dərəcəyə qədər dəyişir. Termosfer 80-800 kilometrləri əhatə edir. Burada günəş şüaları havanın temperaturunu 1000-1500 dərəcə Selsiyə qədər qızdırır. Termosferdə günəşdən gələn zərərli şüalar udulur və yerə çatmır. Atmosferin yuxarı sərhəddi 2000-3000 kilometr yüksəkliyə qədər qalxır. Burada egzosfer adlanır. Egzosfer yerləşir. Egzosferdə qazlar çox seyrəkdir, günəş şüaları səpələnmir. İndi buradan qısa lakonik nə deyəcək? Deyəcək ki, troposferdə hündürlüyə doğru temperatur azalır. Stratosferdə artır. Mezosferdə azalır. Termosferlə egzosferdə nə olur? Artır. Atmosferin təbəqələridir, bu cürdür. Gəldik günəş radiasiyası. Diqqət! Günəşdən yer səthinə gələn işıq, istiliyin cəminə günəş radiasiyası deyilir. İki forması var. Düz, səpələnən. Düz radiasiya günəşdən yer səthinə birbaşa gəlib çatır. Bulud olmadıqda düz radiasiya yaranır. Yəni, buludlu ərazilərdə düz radiasiya ola bilməz. Düz radiasiya buludun az olması ilə əlaqədar hansı enlikdə çox olacaq? Tropik enliyin quru səthində. Çox olacaq buludlu ərazilərdə, məsələn, tropik dəniz səthi üzərində, ekvatorial enliklərdə az olacaq. Gəldik səpələnən radiasiyaya. Səpələnən radiasiya atmosferdə qaz, toz, su buxarı, buludlar tərəfindən səpələnən və yer səthinə daxil olan şüalara deyilir. Yəni, səpələnmiş radiasiya və ya səpələnən radiasiya nə deməkdir? Buludların təsiri ilə radiasiya düz formada gəlmir, qırılır, gəlir ki, bu səpələnən radiasiyadır. Və burada da qeyd eləmişik, buludların çoxluğu ilə əlaqədar olaraq ekvatorial, mülayim enliklərdə səpələnən radiasiya bol olacaq. Səpələnən radiasiyanın çox olduğu ərazilərdə buxarlanma intensiv gedə bilər. Kölgə yaranmaya bilər. Düz və səpələnən radiasiyanın ümumi radiasiyanı əmələ gətirməsini isə biz demişdik. Yəni, düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiyanı əmələ gətirir. Kilokalori ilə ölçülür. Ümumi radiasiyanın illik miqdarı ekvatorial enliklərdə 140-145-dir. Tropiklərdə 200-220-dir. Mülayimdə 100-140-dir, qütblərdə 50-60-dir. Deməli, çoxalma ardıcıllığı belədir. Birinci qütblər, sonra mülayim enliklər, sonra ekvatorial, sonra tropik enliklər. Qütbdə 50-60-dir.
mülayimdə 100-140-dır, ekvatorialda 140-145-dir, tropiklərdə isə 200-220-dir. Udulan radiasiya. Günəş şüalarının düşmə bucağı artdır, azaldıqca azalır. Yəni, udulan radiasiya günəş şüalarının düşmə bucağı artdıqca artır, azaldıqca azalır. Deməli, düz mütənasibdir də. Aydın oldu. Günəş radiasiyasını ən çox qar və buzlaqlar, ən az isə yaşıl çəmən, meşə, qara torpaq əks etdirir. Aydın oldu. Sonra burada görək nə deyir. Deməli, xüsusi istilik tutumu az olan ərazilərdə udulan radiasiya azdır. Xüsusi istilik tutumu nisbətən çox olan ərazilərdə çoxdur. Məsələn, su udulan radiasiya çoxdur suda. Amma qarda, buzda azdır udulan radiasiya. Arktik və Antarktik iqlim qurşaqlarında qar və buzlaqlar çox olduğundan burada əks olunan radiasiya miqdarı çox olacaq. Deməli, əks olunan radiasiyaya albedo deyəcəyik. Albedo hansı ərazilərdə çox olacaq? Arktik, Antarktik iqlim qurşağında. Onda buradan hansı nəticəyə gələcək? Xüsusi istilik tutumu çox olan ərazilərdə əks olunan radiasiya az olacaq. Xüsusi istilik tutumu az olan qardır, buzdur, bunlarda isə əks olunan radiasiya çox olacaq. Yüksək dağ zirvələrində günəş radiasiyasının çox olmasına baxmayaraq, nəyə görə bəs burada qar və buzlaqlar ərimir? Cavab. Buraya günəş şüaları kiçik bucaq altında düşür. Səth də ağ səthdir, əks etdirməsi yüksəkdir ona görə. Günəş radiasiyası haqqında vacib qeydlər. Günəş radiasiyasının 34% əks edilir, qalanı atmosferə daxil olur. Atmosferə, yəni nə qədəsi daxil olur? 66%. Atmosferə daxil olan radiasiyanın da 19% buludlarla udulur. Demək, yer səthinə çıxanda bundan 19 nə qədər qalır? 47. Aydın oldu. Demək, yer səthinə 47% radiasiya gəlir. Düz radiasiya kölgə yaradır, bulud yoxdur axı. Tropik və qütb enliklərində düz radiasiyadır. Səpələnən radiasiya kölgə yaratmır, buluddur. Bulud üstümüzdə olanda kölgə olmur. Ekvatorial mülayim enliklərdə çox olur. Düz və səpələnən radiasiyanın cəmi ümumi radiasiya adlanır. Ümumi radiasiyanın kəmiyyəti ekvatorial enliklərdə 140-145, tropiklərdə 200-220, mülayim enliklərdə 100-140, qütblərdə 50-60 kilokaloriya bərabərdir. Günəşin düz radiasiyası insan orqanizmində D vitamininin yaradıcısıdır. Bitkilərin məhsuldarlığı bilavasitə günəş enerjisindən asılıdır. Düz radiasiyanın kəmiyyəti, radiasiyanın düzənliklərdən orta dağlığa doğru azalır, ümumi radiasiya. Səbəb nədir? Buludluluq artır orta dağlığa doğru. Orta dağlıqdan yüksək dağlığa doğru yenidən artır radiasiya miqdarı. Nəyə görə? Çünki buludluluq azalır. Baxın, səthin albedosu, yəni əks etdirmə qabiliyyəti, əks olunan radiasiyadan. Buz səthi radiasiyanın 95%-ni əks etdirir. Meşə 30%-ni əks etdirir. 25% torpaq əks etdirir. Qum 40%, su 15%. Deməli, suda udulan radiasiya 85%-dir, əks olunan 15%-dir. Buzda udulan radiasiya 5%-dir, 95% əks olunan radiasiyadır. Havanın elementləri. Hava nədir? Atmosferin aşağı qatlarının, yəni troposferin müəyyən andakı fiziki vəziyyətinə hava deyilir. Günəş yerdə istiliyin və işığın əsas mənbəyidir. Yer səthinə düşən istiliyin miqdarı ərazilər üzrə ilin müxtəlif vaxtlarında qeyri-bərabər paylanır. Yer kürəsinin hər yerinə günəş şüaları eyni miqdarda düşmür. Bunu biz bilirik. Buna səbəb nədir? Yerin kürə şəklində olması, ilin fəsilləri, buludluluq, mütləq hündürlük, havanın şəffaflığı və s. Yer kürə şəklində olduğuna görə ekvatordan qütblərə doğru günəş şüalarının düşmə bucağı nə olur? Azalır. Yer səthinin qəbul etdiyi istiliyin miqdarı aşağı düşür. Deməli, hansı əraziyə günəş şüası kiçik bucaq altında düşürsə, ora daha az istilik qəbul edir. Düşmə bucağı azaldıqca günəş şüaları daha geniş ərazilərə əhatə edir. Təbii ki. İstilik çox olan sahəyə paylanır. Şüalar buludlardan keçərək səpələnir, ona görə buludlu havada temperatur aşağı düşür.
Hava şəffaf olduğu üçün günəş şüaları onu birbaşa qızdırmır. Günəş şüaları yer səthini qızdırır. Hava qızır, yer səthindəki istilik yuxarı qalxır və troposfer digər təbəqələrə doğru. Səthdən uzaqlaşdıqca da havanın temperaturu aşağı düşür. 1000 metrdə 6 dərəcə, 100 metrdə 0,6 dərəcə troposferdə hündürlüyə doğru temperaturun dəyişməsini biz müşahidə edə bilərik. Hava üzərində daimi olaraq müşahidələr aparır. Bunun üçün müşahidə məntəqələri yaradılır. Havanın temperaturunu ölçmək üçün termometrdən istifadə olunur. Aydındır? Bunlara açıq havada ehtiyac yoxdur bunlara. Sutkalıq temperatur amplitudası. Sutkalıq temperatur amplitudası nədir? Sutka ərzində ən yüksək temperaturla, maksimum temperaturla minimum temperatur arasındakı fərqdir. Amplituda, sutkalıq temperatur amplitudası. Orta sutkalıq temperaturun hesablanması üçün sutka ərzində tutaq ki, 4 dəfə ölçmə ölçürsən. O 4 dəfə ölçməni toplayırsan, bölürsən 4-ə. Yox, əgər sən 8 dəfə ölçmə ölçəydin, o 8 dəfəni ölçəcəydin, 8 dənəni toplayacaqdın, böləcəydin 8-ə. Aydın oldu? Deməli, sutka ərzində 8 dəfə havanın temperaturu ölçülür. Alınmış kəmiyyətlər toplanılır. Ədədi orta qiymət sutkalıq orta temperatur kimi qəbul edilir. Sutka ərzində ən yüksək temperatur günortadan 2-3 saat sonra, yəni günorta 12:00-da, yer kürəsində 24 saat qurşağı olduğuna görə günorta 12:00-da. Yer kürəsində 36 saat qurşağı olsaydı, günorta 18:00 olacaqdı. Yer kürəsində əgər 30 saat qurşağı olsaydı, günortamız 15:00 olacaqdı və s. Yer kürəsində sutka ərzində ən yüksək temperatur gündüz saat 14-15 civarında, yəni günortadan 2-3 saat sonra müşahidə olunur. Ən alçaq temperatur isə günəş çıxmazdan 15 dəqiqə əvvəl müşahidə olunur. Orta sutkalıq temperaturlar əsasında orta aylıq temperaturlar, orta aylıq temperaturlar əsasında orta illik temperaturlar hesablanır. Tutaq ki, yanvar ayının 1-i üçün orta sutkalıq temperaturu çıxartdıq. İkisi üçün 3-ü, 5-i, 30-u, 31-i. 31 günün orta sutkalıq temperaturlarını tapdıq, topladıq, böldük 31-ə, orta yanvar temperaturunu tapdıq. Həmçinin fevral ayı üçün də bunu elədik. Mart, aprel, may bütün aylar üçün elədik. Bütün ayların hamısının temperaturunu topladıq. Yanvar ayında nə qədər idi? Fevralda, noyabrda, dekabrda nə qədər idi? Topladıq, böldük 12-yə, orta illik temperaturu tapdıq. Aydın oldu mu? Daha sonra burada görək nə qaldı? Sutka ərzində yüksək temperaturla ən alçaq temperatur arasındakı fərq sutkalıq temperatur amplitudunu göstərir. Ən çox sutkalıq amplituda tropik səhra iqlim tipində müşahidə olunur. Yer üzərində uzun illər ərzində qeydə alınan ən yüksək temperatura mütləq maksimum, ən aşağı temperatura mütləq minimum temperatur deyəcək. Dünyadakı mütləq maksimum temperaturlara Liviyanın Tripoli şəhəri yaxınlığındakı bu 58,1 dərəcə müsbət temperaturu, Qərb yarımkürəsində ABŞ-ın ölüm dərəcəsindəki 56,7 dərəcə Selsi temperatur ikinci statistik göstəricidir. Aydın oldu. Havanın temperaturu il ərzində dəyişir. Şimal yarımkürəsində ən yüksək temperatur N-dan bir ay sonra, gün dönümündən bir ay sonra, iyulda. Ən aşağı temperatur yanvarda. Görürsünüz, qış gün dönümündən bir ay sonra. Cənub yarımkürəsində isə əksinə müşahidə olunur. Gəlin, mən sizə bunu burada deyim. Deməli, quru səthində şimal yarımkürəsini deyirəm. Quru səthində ən yüksək temperatur iyulda. Ən alçaq temperatur da yanvarda. Su səthində, şimal yarımkürəsində, su səthində ən yüksək temperatur suda avqustda, ən alçaq temperatur da fevralda müşahidə olunur. Bax, bunları yadda saxlayın. Gəldik, mütləq minimum temperatur, görək hardadır. Yaponiya mütəxəssisləri tərəfindən Antarktidan Fuji günbəzində qeydə alınmışdı, -91,2 dərəcə Selsi. Şimal yarımkürəsində Oymyakon və Verxoyansk stansiyaları -71,2 dərəcə Selsi ilə ikinci yerdə dururlar. Görürsünüz, bax, deməli, ən alçaq temperatur Yaponiyada, Antarktidada Yaponlar tərəfindən qeydə alınan Fuji günbəzi. Rusiya arasındakı Oymyakon -71,2, bunlar mütləq minimum temperaturlardır. Ən yüksək temperaturlar, mütləq maksimum temperaturlardır. Liviyanın Tripoli şəhəri 58,1, ABŞ-ın ölüm dərəsi 56,8 və Avstraliyada Darling çayının orta axarında 52,8 dərəcə Selsi. Sutka ərzində maksimum və minimum temperaturlar arasındakı fərqi biz sutkalıq amplituda adlandırdıq. Aydın hava şəraitində, yəni küləksiz, bulutsuz hava şəraitində sutkalıq temperatur amplitudası nə olur? Böyük olur.
Sutkalıq temperatur amplitudunun ən çox olduğu yerlər səhralardır. Səhralar gündüzlər həddən artıq isti, gecələr soyuq olduğuna görə, tutaq ki, gündüz 45 dərəcə isti, gecə məsələn 5 dərəcə isti olur. 45-dən 40-ı çıxırsan, 45-dən 5-i çıxırsan eləyir 40. Sutkalıq temperatur amplitudunun çox olduğu yerlər fikir verin səhralarda. Məsələn, Kaliforniya Sonor Mojave, Atakama səhrası, Namib səhrası, Böyük səhra, Ərəbistan ərazisi, Qaraqum, Qızılqum səhraları, Təkləməkan səhrası, bir də Avstraliya ərazisindəki səhralar. İlin ən isti və ən soyuq ayının orta temperaturları arasında fərqət temperatur dəyişmələrinin illik amplitudası deyilir. İlin ən yüksək ayın temperaturu ilə ən soyuq ayın temperaturu arasındakı fərq. Ən böyük illik temperatur amplitudası kontinentallığın çoxluğu ilə əlaqədar olaraq mülayim illiklərdə, ən azı ekvatorda müşahidə olunur. Deməli, sutkalıq temperatur amplitudası maksimum tropik səhralarında, minimum qütblərdə, illik temperatur amplitudası maksimum mülayimin kəskin kontinentalında, minimum ekvatorda müşahidə olunur. Quru səthin temperaturunun illik maksimumu iyulda, minimumu isə yanvarda, təbii və birmənalı şəkildə şimal yarımkürəsində. Cənub yarımkürəsində isə maksimum yanvarda, minimum iyulda olacaq. Su səthində də dedik. Bunlar da dedik, illik temperatur amplitudasının çox olduğu ərazilərə baxın, mülayimin kəskin kontinentalı, mülayimin kontinentalı, mülayimin kontinentalı, kəskin kontinentalı. Dünyada orta illik temperatur 14 dərəcə Selsidir. Ekvatordan qütblərə doğru getdikcə, günəş şüalarının düşmə bucağı kiçildiyi üçün temperatur aşağı düşür. Şimal yarımkürəsində hava kütlələri yayda şimala, qışda cənuba yer dəyişmə eləyirlər. Bu da günəşin zenit vəziyyəti ilə əlaqədardır. Tutaq ki, bu ekvatorialdır, bu subekvatorialdır, bu da tropikdir. Ekvatorial hava kütləsi yayda gedir subekvatoriala, tropik də qışda gəlir subekvatoriala. Ona görə subekvatorialın yayı isti rütubətli, qışı isti quru keçir. Bunu da yadımızda saxladıq. Bəzi ölkələrdə havanın temperaturunu Farenheit şkalasına əsasən ölçürlər. Farenheit şkalasına görə suyun donma temperaturu 32 Farenheitdir. Gəlin görək niyə? Su neçə dərəcədə donur? 0 dərəcə Selsidə donur. Yadda saxlayın, Farenheitə keçmək üçün verilən dərəcə Selsini keçən səfərdə dedim, 1.8-ə vurub üstünə 32 gəlirsiniz. 0-ı 1.8-ə vuranda elədi 0, üstünə 32 gələndə elədi 32 Farenheit. Doğrudan da su 32 Farenheitdə dondu. Görək, bəs qaynama temperaturu neçə Farenheitdir? Biz bilirik ki, su 100 dərəcə Selsidə neynir? Qaynayır. İndi 100 dərəcə Selsidən Farenheitə keçirik. 100-ü vurduq 1.8-ə. Üstə də gəldik nə? 32. 180-ın üstə 32 gələndə eləyir 212 Farenheit. Deməli, su 100 dərəcə Selsidə 212 Farenheitdə qaynayır. Aydın oldu. Sonra, donma və qaynama arasındakı temperatur göstəricisi 180 dərəcədir. Doğrudan da 212-dən 32 çıxanda eləyir 180 dərəcə Selsiyə. Buradan gəldik atmosfer təzyiqi. Havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi təsiri atmosfer təzyiqi deyəcək. Atmosfer təzyiqi havanın kütləsinin çəkisindən, havanın temperaturundan və yüksəklikdən asılı olaraq dəyişir. Atmosfer təzyiqini ölçmək üçün civəli barometr və ya barometr anoroid cihazından istifadə olunur. Atmosfer təzyiqi temperaturla tərs mütənasibdir. Aha. Sonra, belə ki, temperatur artanda təzyiq azalır, temperatur azalanda təzyiq artır. Gəlin görək, normal atmosfer təzyiqi 45 dərəcəli paraleldə, okean səviyyəsində 0 dərəcə temperaturda 760 mm civə sütununa bərabərdir. Aha. Sonra buradan görək nə qaldı. Bu günə qədər yer üzərində yüksək temperatur, atmosfer təzyiqi Rusiyanın Sibir ərazisində qeydə alınıbdır. Burada atmosfer təzyiqi 816 mm civə sütunu olmuşdur. Ən alçaq təzyiq Yaponiyada Nensi qasırğası zamanı 641 mm civə sütunu olmuşdur. Aydın oldu. Deməli, yer kürəsində təzyiq sahələri fərqli yaranır, fərqli paylanır. Ekvatorial təzyiq sahəsi var, tropik, mülayim, bir də qütb. Ekvatorialda alçaq təzyiq, tropikdə yüksək təzyiq, mülayimdə alçaq təzyiq, qütbdə yüksək təzyiq. Aydın oldu. Deməli, ekvatorial alçaq təzyiq
Tropik yüksək təzyiq, mülayim alçaq təzyiq, qütb yüksək təzyiq. Alçaq təzyiqdə hava yüngül olduğu üçün qalxır, doyma həddinə çatır, yağıntı verir. Deməli, alçaq təzyiq qalxan hava yağıntı verir. Yağıntı verir. Tropik yüksək təzyiq enən hava ağır olduğu üçün doyma həddindən uzaqlaşır, yağıntı neynəmir? Vermir. Həmçinin mülayim alçaq təzyiq qalxan hava yağıntı verir, qütb yüksək təzyiq enən hava yağıntı vermir. Və təzyiq sahələri iki səbəbdən yarana bilir. Bir, termik səbəbdən yarana bilir. Bir də dinamik səbəbdən. Termik səbəbdən yaranan təzyiq sahələri ekvatorialdan qütbdür. Yaxşı. Dinamik səbəbdənsə tropiklə mülayimdir. Bunları yadda saxlayırıq. Termik səbəb deyəndə, yəni bu nə deməkdir? Temperaturun paylanması ilə əlaqədar yaranan təzyiq sahələridir. Dinamik səbəbdən yaranan təzyiq sahələri biz bilirik ki, yerin öz oxu ətrafında fırlanması ilə bağlı bir qüvvə yaranır. Koriolis qüvvəsi. Koriolis qüvvəsinin təsiri ilə məhz dinamik təzyiq sahələri yaranacaq. Bunu da yadımızda saxlayaq. Deməli, gəldik. Ekvator boyu qalxan isti və rütubətli hava troposferin yuxarı qatlarında tropik enliklərə doğru hərəkət edir. Soyunmuş quru hava axını yer səthinə enir, qızır, yüksək təzyiq kuşağı yaradır. Səmada buludluluğun az olması gündüz və gecə arasında temperatur fərqinin böyük olmasına gətirib çıxarır. Mülayim enliklərdə havanın qalxan hərəkatı alçaq təzyiq yaradır. Qütblərdə temperatur il boyu aşağı olması səbəbindən yüksək təzyiq sahəsi yaranır. Hündürlüyə doğru təzyiq necədir? Hər 10 metr qalxanda təzyiq 1 mm civə sütuna aşağı düşür. Bu da adlanır barik pillə. Eyni təzyiqə malik olan nöqtələri birləşdirən xətləri izobarlar deyilir. Eyni temperatura malik olan nöqtələri birləşdirən xətlərə isə izotermlər deyilir. Görürsünüz, bu termik səbəbdən yaranan təzyiq sahəsidir, bu qütbdür. Termik səbəbdən bu da qütbdür. Dinamik səbəbdən yaranan alçaq təzyiq sahəsi bu mülayimdir. Bu da mülayimdir. Sonra dinamik səbəbdən yaranan yüksək təzyiq sahəsi bu tropikdir. Bu da tropikdir. Termik səbəbdən bu da ekvatorialdır. Görürsünüz? Deməli, termik səbəbdən yaranan alçaq təzyiq sahəsi ekvatorialdır. Termik səbəbdən yaranan yüksək təzyiq sahəsi qütbdür. Dinamik səbəbdən yaranan alçaq təzyiq sahəsi mülayimdir. Dinamik səbəbdən yaranan yüksək təzyiq sahəsi isə tropikdir. Havanın rütubəti havanın əsas elementlərindən biridir. Aydındır. Deməli, havada daim su buxarı mövcuddur ki, bu havanın rütubətliliyi adlanır. Havanın temperaturu artdıqca onun su buxarı saxlama qabiliyyəti artır. Məsələn, burada da qeyd eləmişik. Məsələn, -20 dərəcə Selsi temperaturda hava 1 qram su buxarı saxlaya bilir. -10 dərəcə Selsidə 2,5 qram ola bilir. 0 dərəcə Selsidə 5 qram ola bilir. -10 dərəcə Selsidə 9 qram, -20 dərəcə Selsidə 17 qram, -30 dərəcə Selsidə 30 qram. Deməli, 1 kub metr havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik faizlə göstəricisi nisbi rütubətlilik adlanır. Əgər havanın tərkibində 30%-ə qədər rütubət varsa, bu quru havadır. 30%-dən 60%-ə qədər rütubət varsa, bu normal havadır. Əgər havanın tərkibindəki rütubətin miqdarı 60%-dən çoxdursa, bu ifrat rütubətli hava hesab olunur. Aydındır? 1 kub metr havada maksimum ola biləcək su buxarı varsa, bu doymuş havadır. Məsələn, 20 dərəcə Selsidə 17 qram su buxarı varsa, bu doymuş havadır. Yox, ondan azdırsa, bu doymamış havadır. Aydın oldu? Məsələn deyirəm, 10 dərəcə Selsidir. Havanın tərkibində 9 qram su buxarı var. Bu necə havadır? Doymuş hava. Yox, 7 qram varsa 10 dərəcə Selsidə, bu necə havadır? Doymamış. Aydın oldu? Məsələn, bir şey demək istəyirəm buradan, bir dənə məqamı sizə xatırlatmaq istəyirəm. Məsələn, 10 dərəcə Selsidə 9 qram su buxarı var, düzdür? Bu doymuş havadır, tamam mı? Doymuş hava. İndi bu 20 dərəcə Selsidə havanın tərkibində 9 qram su buxarı varsa, oldu nə? Doymamış hava. Aydındır? Deməli, havanın temperaturunu artıranda doymuş hava doymamış havaya çevrilir.
İndi məsələn deyirəm, 20 dərəcə Selsidə əlimizdə 9 qram su buxarı var. Bu necə havadır? Doymamış havadır. İndi havanın temperaturunu 10 dərəcə Selsiyə endirirəm. 10 dərəcə Selsidə 9 qram su buxarı olanda necə hava olur? Doymuş hava. Deməli, havanın temperaturunu aşağı salanda doymamış hava doymuş havaya çevrilir. Havanın rütubətliliyini hiqrometr cihazı ilə ölçürlər. Gəldik, rütubətlənmə əmsalı. İllik yağıntının mümkün buxarlanmaya olan nisbətinə deyilir rütubətlənmə əmsalı. Bəzən bunu yoldaşlar qarışdırır, deyir buxarlanmaya. Xeyr, illik yağıntının mümkün buxarlanmaya və yaxud buxarlanma qabiliyyətinə olan nisbətinə rütubətlənmə əmsalı deyilir. Rütubətlənmə əmsalı vahiddən nə qədər kiçik olarsa, həmin ərazi arid, quru iqlimə malik olar. Rütubətlənmə əmsalı vahiddən nə qədər çox olarsa, orada humid, rütubətli iqlim şəraiti yaranar. Aydındır. Məsələn, ekvatorial meşələrdir, tayqadır, tundradır. Bu zonalarda rütubətlənmə əmsalı vahiddən böyük və ya vahidə yaxın olur ki, burada həddən artıq rütubətlənmə şəraiti müşahidə olunur. Savannada 0,8-dir, biz bildik 1200 bölünsün 1800 civarındadır. Görürsünüz, 0,8-dən 1-ə qədərdir, bu normal rütubətlənmə şəraitidir. Çölləri 700-ün, 800, 600-ün, 700 olan nisbətdə burada rütubət çatışmazlığı var. Yarım səhralar həmçinin 0,3-dən 0,1-ə qədər orada rütubət çatışmazlığı var. Səhralarda isə kəskin rütubət çatışmazlığı var. Hətta 0,1-dən belə azdır. Yer səthində istiliyin və buxarlanmanın paylanması. Biz bilirik ki, yer səthinin hər kvadrat santimetrinə ortalama 1020 mm yağıntı düşür. Bu qədər yağıntı düşürsə, deməli bu qədər də su buxarlana bilər. Buxarlanma nədir? Buxarlanma günəş istiliyinin təsiri ilə suyun maye halından qaz halına keçməsidir. Aynı. 1 kvadrat santimetr səthdən buxarlanan suyun miqdarı millimetrlə ölçülür. Bunu da yadda saxlayın. Yer səthində 7 istilik quşağı ayrılır. 1 isti, 2 dənə mülayim, 2 dənə soyuq, 2 dənə də daimi-şaxta. İstilik quşağının sərhədləri, yadda saxlayın, tropiklərdə orta illik, digər illiklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir. Deməli, tropiklərdə orta illik izotermlərdən keçir, yəni bunlarda orta illik izotermlərdən keçir. Digər illiklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir. Müəyyən temperatur şəraitində səthdən maksimum buxarlana bilən suyun miqdarına buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Deməli, var buxarlanma, bax, var buxarlanma, burada yazacağım sizə, bunu bir dənə rahat formada izah edeyim ki, siz tam başa düşəsiniz. Var buxarlanma qabiliyyəti. Bax, diqqət edin. Var buxarlanma qabiliyyəti. İndi qulaq asın. Buxarlanma üçün həm rütubət lazımdır, həm də nə lazımdır? Temperatur. Buxarlanma qabiliyyətində isə rütubət yoxdur, amma temperatur çoxdur. Məsələn, buxarlanma ekvatorial enliklərdə çoxdur, tropikin dəniz səthində çoxdur. Nəyə görə ekvatorial enliklərdə buxarlanma çoxdur? Həm istilik var, var. Rütubət var, var. Amma buxarlanma qabiliyyəti səhralarda çoxdur. Niyə görə? İstilik var, var. Rütubət var, yoxdur. Qabiliyyət var buxarlanmağa, amma rütubət yoxdur. Bax, bizə də burada onu demək istəyir. Müəyyən temperatur şəraitində 1 kvadrat santimetr səthdə maksimum buxarlana bilən suyun miqdarına buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Buxarlanma, mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti. Temperatur nə qədər yüksək olarsa, mümkün buxarlanma göstəricisi bir o qədər çox olar. Eyni buxarlanma qabiliyyətinə malik olan nöqtələri birləşdirən xəttlərə izoqaminlər deyilir. Buxarlanma qabiliyyətinin və ya mümkün buxarlanmanın yox, ha. Buxarlanmanın ən böyük qiyməti okeanların tropik enliklərində. Ən kiçik qiyməti tropik səhralarda müşahidə olunur. Buxarlanmanın ən yüksək qiymətindən söhbət gedir. Mümkün buxarlanmanın maksimum göstəricisi tropik səhralarda, yəni buxarlanma qabiliyyətinin minimum göstəricisi qütblərdə müşahidə olunur. Deməli, səhralarda, tropik səhralarda buxarlanma qabiliyyəti çox, buxarlanma az.
Deməli, tropiklərdə, səhralarda buxarlanma ilə buxarlama qabiliyyəti arasındakı fərq nə olacaq? Çox olacaq. Onda bizdən soruşsa ki, buxarlanma ilə buxarlama qabiliyyəti arasındakı fərqin çox olmasına səbəb olan cərəyanlar, biz onda soyuq cərəyanlar götürəcəyik. Məsələn, deyəcəyik, Bengel cərəyanı, Peri cərəyanı buxarlanma ilə çünki səhra yaradır. Səhrada da buxarlanma qabiliyyəti çox, buxarlanma az olduğundan buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı fərq çoxdur. Aydın oldu? Gəldik, küləklər. Hava daim hərəkət eləyir. Havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru üfüqi istiqamətdə yer dəyişməsinə külək deyilir. Küləyin yaranmasında başlıca səbəb təzyiq fərqidir. Təzyiq fərqi nə qədər çox olarsa, külək bir o qədər gücləşər. Nə qədər az olarsa, külək bir o qədər zəifləşəcək. Yaxşımı? Bunu da yadımızda saxladıq. Gəlin buradan başlayaq. Bunlar asandır. Deməli, bir sıra müəyyən məntəqələr üçün küləklər səciyyəvidir ki, bunlara yerli küləklər deyilir. Məsələn, Fransada Mistral küləyinin adını, İtaliyada Sirocco, Qaradəniz ətrafında Bora küləyi, Baykal gölü ətrafında Sarma küləyi, Şimali Afrikada Səmum Xəmsin, Ərəbistan yarımadasında Həbib, Filippin adalarında Baguyo, Avstraliyada Vili-Vili küləklərini stat çəkmək olar. Quru ən küləkli yer quruda. Antarktidanın Adeli torpağıdır ki, bu ərazi tufanlı ölkəsi adlanır. Burada daim güclü küləklər əsir. Onlar ehtiyat küləklər də adlanır. Okeanda ən küləkli sahə Antarktidada Birlik buxtasındadır. Bunu da dedik. Gəldik, küləklərdən danışmışıq, daimi küləklər hansılardır falan. Mövsümi küləklər hansılardır, sutkalıq küləklər hansılardır, amma yenə də burada məlumat vermək vacibdir. Daimi küləklər istiqamətini dəyişməyən küləklərdir, bir istiqamətdə əsirlər. Aydın oldu. Daimi küləklər yerin öz oxu ətrafında fırlanması ilə bağlı bir qüvvə yaranır, Coriolis qüvvəsi. Coriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl eləyirlər. Aydın oldu. Ekvatordan uzaqlaşdıqca küləklərin meyl etmə qüvvəsi neyniyəcək? Artacaq. İndi gəlin mən sizə bu şəkil üzərində danışım, bir balaca məlumat verim. Deməli, passatlar daimi küləklərdir. Tropiklərdən, görürsünüz, 23:15-lərdən ekvatora doğru hərəkət eləyirlər. Və şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru, cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru hərəkət eləyirlər. Passatların təsirinə Cənubi Amerika materiki, passatların təsirinə daha çox Afrika materiki məruz qalır. Passatlar quru üzərindən də əsə bilər, okean üzərindən də əsə bilərlər, bunu yadda saxlayın. Məsələn, Şimali Amerikada bu hissədə Orinoco balığına, Gviana yaylasına, Braziliya yaylasına passatlar çox yağıntı verir. Afrikada şimal passatları Ərəbistan yarımadası üzərindən, quru üzərindən gəldiyinə görə yağıntı vermir, amma cənub passatları okean üzərindən gəldiyinə görə daha çox yağıntı verəcəklər. Gəldik qərb küləkləri. Tropik enliklərdən mülayim enliklərə doğru, qütb dairələrinə doğru əsən küləklərdir. Qərb küləkləri. Şimal yarımkürəsində deməli cənub-qərbdən şimal-şərqə, cənubi yarımkürəsində isə şimal-qərbdən cənub-şərqə doğru hərəkət eləyirlər. Bir qayda olaraq yadda saxlayırıq ki, passatlar materiklərin şərqinə, qərb küləkləri materiklərin qərbinə bol yağıntı verəcək. Yaxşı. Qütb küləkləri var. Qütblərdən mülayim enliklərə doğru əsirlər və qütb küləkləri də bir qayda olaraq şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru, cənub yarımkürəsində isə cənubi-şərqdən şimal-qərbə doğru əsirlər və əsdiyi istiqamətdən onlara ad verilir. Şimal yarımkürəsində şimal-şərq küləkləri, cənub yarımkürəsində isə cənub-şərq küləkləri adlanır. Abşeron ərazisində xəzri və cilavar küləkləri var. Yerli küləklərdən danışırıq. Xəzri şimal-şimal-şərqdən əsir, yayda və qışda temperatur aşağı salır. Cilavar cənub və cənub-şərqdən əsir, yayda da qışda temperaturu yuxarı qaldırır. Aran ərazisində ağ yel, qara yel küləkləri əsir, təsərrüfata ciddi ziyan vurur. Dağ-dərə küləkləri dağla dərə arasındakı, zirvə ilə ətək arasındakı təzyiq fərqindən yaranır. Dağlıq ərazilərdə ilin isti dövründə əsən küləklərdir. Gündüzlər dərədən dağa, gecə dağdan dəriyə doğru əsir. Sonra Xəzər dənizi ilə quru arasında brizlər formalaşır. Gündüz brizlər, gündüz su gec qızır, gec soyuyur, quru tez qızır, tez soyur. Su üzərində yüksək təzyiq, quru üzərində alçaq təzyiq formalaşdığından gündüz brizi dənizdən quruya, gecə isə əksinə qurudan dənizə doğru əsir.
Bunları da dedik. Dağ-dərə küləkləri bax, gündüz dərədən dağa, gecə dağdan dərəyə. Föhn küləkləri dağlıq ərazilərdə ilin soyuq dövründə əsən isti quru küləklərdir. Gəldik siklonlar və antisiklonlar. Qapalı təzyiq sahələrdə. Yadda saxlayın. Siklonlar və antisiklonlar qapalı təzyiq sahələrdə. Bu siklonun işarəsidir. Görürsüz, mərkəzdə alçaqdır. Hava çünki kənardan mərkəzə. Deməli, siklonlar qapalı alçaq təzyiq sahəsində. Bu isə antisiklondur. Görürsüz, mərkəzli yüksək təzyiqdə hava mərkəzdən kənara doğru əsir. Ona görə hərəkət edir. Ona görə də antisiklonlar qapalı yüksək təzyiq sahəsidir. Deməli, siklonlar qapalı alçaq təzyiq sahəsində. Şimal yarımkürəsində saat əqrəbinin əksinə görürsüz, belə gəlir. Görürsüz, bu cür hərəkət eləyir. Amma cənub yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət eləyir. Antisiklonlar isə qapalı yüksək təzyiq sahələrdə. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub yarımkürəsində saat əqrəbinin əksi istiqamətində hərəkət eləyəcəklər. Əraziyə siklon daxil olarsa, buludlu, yağıntılı, küləkli hava şəraiti olar, topa buludlar yaranar, leysan yağışlar yağar. Tayfunlar tropik siklonlardır. Cənubi-Şərqi Asiyada, Hindistan, Filippin, Koreya, Hind-Çin ərazilərində olacaq. Tornado tropik siklonlardır, dağıdıcı küləklərdir, bəzən smerç adlanır. Karib dənizi, Antil adaları, Florida və sairə ərazilərdə müşahidə olunur, ABŞ-ın ərazisində də müşahidə olunur və bir şey qeyd etmək istəyirəm ki, tornadonun yaranmasında başlıca səbəb Şimali Amerikada relyef amilidir. Belə ki, relyefdə dağlar meridian istiqamətdə olduğundan burada şimaldan arktik hava kütlələri materika mərkəzə qədər sərbəst daxil olur, cənubdan da tropik hava kütlələri daxil olur və məhz tornado yaranır. Antisiklonun mərkəzində şəlakət hökm sürür, siklonun mərkəzində isə qasırğalı, tufanlı hava şəraiti müşahidə olunur. Şəlakət havanın tam sakit, durğun vəziyyətinə deyilir. Toz burulğanı Şimali Afrikada səmum xəmsin. Toz burulğanda havanın nisbi rütubəti 30% aşağı olur və havanın temperaturu 50 dərəcə Selsidən yuxarı olur. Cənubi Avropa ölkələrində və qeyd etdiyimiz kimi Sirokkodur, Şimali Afrikada səmum xəmsindir. Azərbaycan ərazisində də toz burulğanları müşahidə olunacaq. Mussonlardan danışarkən nəyi qeyd etmək lazımdır? Mussonlar biz bilirik ki, okeanla materik arasındakı təzyiq fərqindən yaranır və iki cür olur. Yay mussonları, qış mussonları. Yayda mussonlar okeandan materikə, qışda materikdən okeana doğru əsirlər. Yay mussonları yağıntı verir, qış mussonları yağıntı vermir. Daha çox cənubi, cənubi-şərqi, şərqi Asiyada müşahidə olunur. Mussonların əsdiyi ərazilərdə çəltikçiliyi daha yaxşı inkişaf edib. Yayda Asiyanın mərkəz-cənub sahələri tez qızır, hava yüngülləşərək yuxarı qalxır. Materikə əhatə edən sakit və Hind okeanları su sahələri yavaş qızdığına görə bunlara ehtiyac yoxdur. Hansı çaylardır? Xuanxe, Yansız, Mekongdur, Qangdır, Brahmaputra çaylarıdır, Amur çayıdır, musson rejimli çaylardır. Bir tərəfdən buzlaqla qidalanır, bir tərəfdən musson yağışları ilə qidalandığından yayda daşırlar. Tornadodan danışdıq, brizlərdən danışdıq. Gündüz brizi budur, gecə brizi budur. Vsyo. Bir də hava kütlələrdir. Bu tamam ayrı dərs.